Təqdimat mərasimində əvvəlcə film barədə ətraflı məlumat verilib. Əsasən sağlam həyatı təbliğ edən ekran əsərində narkomaniya ilə mübarizədən danışılır. Film dram və action janrında çəkilib. 35 dəqiqə davam edən ekran əsərində aktyorlar Fərda Amin, Rəşad Kəsəmənli, Mahir Mirişli, Niyaz İlyasoğlu, Könül Şahbazova və başqaları çəkiliblər. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elbir İdman Liqasının sədri, dünya çempionu Elçin Çobanzadədir. Film dövlət güc strukturlarına razılaşdırıldı. Gördüyünüzə görə bu günləri istər Daxili İşlər Naziri, Fövqəladə Hallar Naziri, o cümlədən Gömrük Komitəsinin kursantları iştirak elədilər. Anşlaqla bir təqdimat keçdi. Gənclərdə zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda yəni daha çox bu günləri sosial şəbəkələrdə yayılan cinayətkar aləmə deyil, dövlət qurumlarına, dövlət orqanlarına, dövlətə maraq aşılamaqdan ibarət idi. Qeyd edək ki, tezliklə Üç Yol filminin ikinci hissəsinin çəkilişlərinə start veriləcək.